xüsusilə stress səviyyəsi də artır. Bu da ayrıca qan təzyiqinin yüksəlməsinə səbəb olur. Beyin damarlarını tuta bilir. Bayram vaxtı bəzi nevroloji xəstəliklər var ki, illərdir bunun çox müşahidə edildiyini görürük. Bunlardan üçünü qeyd etmək istəyirəm. Birinci növbədə insult xəstəliyi. Bayram zamanı spirtli içki, yağlı qidalar, duzlu qidaların qəbul edilməsi qanın tərkibində müəyyən dəyişikliklərə səbəb olur və nəticə etibarilə insanın qan təzyiqini yüksəldə bilir. Onu da qeyd etmək istəyirəm. Bayram zamanı xüsusilə stress səviyyəsi də artır. Bu da ayrıca qan təzyiqinin yüksəlməsinə səbəb olur və nəticə etibarilə insanlar işemik insult, hemorajik insult kimi nevroloji xəstəliyi daha çox keçirməyə meyilli olurlar. Bundan əlavə bayram ürəyi sindromu dediyimiz ürəyin irregular döyünməsi, atrial fibrilyasiya dediyimiz qanda ürəkdən çıxan qanın pıxtı əmələ gətirmə ehtimalı artır və beyin damarlarını tuta bilir və nəticə etibarilə işemik insulta səbəb olur. Ona görə bayram zamanı qidalanmaya və rejimə diqqət etmək lazımdır. İkinci xəstəlik isə qeyd etmək istəyirəm epilepsiya xəstəliyi. Bu da eyni zamanda spirtli içkilərin qəbul edilməsi, xüsusilə yuxusuz qalmalar, epilepsiya tutmalarını tətikləyə bilir. Ona görə epilepsiya xəstələrdə diqqətli olmalıdır. Eyni zamanda epilepsiya olmayan insanlar belə bayram vaxtı yuxusuz qalmamağa, spirtli içki qəbulundan uzaq durmağa çalışmalıdırlar. Üçüncü növbədə isə miqren xəstələrini qeyd edəcəm. Bayram zamanı hər zaman yemədikləri, adət etmədikləri qidaların qəbul edilməsi, yuxusuzluq, duzlu qidaların qəbul edilməsi də miqren, baş ağrı ataklarını artıra bilir.